اینچ ما خیرار گرامی علام تودی گنوگ رو ویللاس خواست نبود. پیکوال خنی خورای. شنچه نپاده گنوگ دی خیلی کتازوا. خنی چه گنوگ با کوش هر دی بین الخاق مولتیکولتورالیزم مرکز داجر والیا. اینا زاری ولالی ایوازان خکانه و اثری ادلهای دوم دی جنو قدام معرکت خلافی ده. خنی چه گنوگ نی أجل جرباليا سفتياس أذربيجان ولزجيجالرال أذربيجان جال شيء تيزواي جبرو دزكتيك زبرو تشوف بخشين الله بزوا Hörmətli tədbir iştirakçıları, bilirsiniz, cari il böyük zəfərimizin 5-ci ilidir. Eyni zamanda bu il həm konstitusiya və suverenlik ilidir. Ona görə də sizlərin xahiş edirəm ki, vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. İlk öncə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə xoş gəlmişsiniz. Sizləri hər zaman burada görmək çox xoşdur, çox vacib, mühüm bir dəyirmi masa üçün toplaşmışıq. Hörmətli Eyvaz müəllimin deməli, kitabı bizim Ləzgi icmasının müraciəti əsasında və dəstəyi, köməkliyi əsasında
bu kitab bizim tədbirlər planına uyğun olaraq ləzgi dilində çap olunubdur. Və niyə görə biz bunu əhəmiyyətli hesab edirik? Ona görə ki, bunu dəfələrlə bütün tədbirlərdə səsləndirik. Azərbaycan öz tolerantlığı, multikulturalizmi ilə daima fəxr edən, bunu dövlət siyasəti halına çevirmiş nadir ölkələrdən biridir. Azərbaycanda 30-a yaxın xalqlar yaşayır, tarixən yaşayır, öz kimliyini, öz dilini, öz mədəniyyətini, öz inanclarını, öz adət-ənənələrini əsrlərdir qoruyub, saxlayıblar və Ulu Öndər Heydər Əliyev həmişə bu frazanı vurğulayırdı ki, bir xalq nə qədər çox mədəniyyəti özündə birləşdirirsə, bu onun zənginliyidir. Bu şüar Azərbaycan dövlətinin müstəqillikdən sonraki siyasi iradəsinin ən bariz göstəricilərindən birinə çevrildi və təsadüfi deyil ki, bu sadəcə bir ifadə şəklində qalmadı. Daha sonra Azərbaycanın konstitusiyasında, 95-ci il konstitusiyasında da bu şüarın müxtəlif elementləri Azərbaycan normalarında öz əksini tapdı. Azərbaycanda bütün dillər, bütün mədəniyyətlər qorunur. Bunun üçün münbit mühit var. Bu qorunuru hər kəs istədiyi şəkildə başa düşə bilər. Birincisi, bunun üçün uyğun şəraitin mövcud olması. İkincisi, buna dövlət marağının olması, dövlət dəstəyinin olması kimi də başa düşülə bilər. Bir xalqın dilində çap həyata keçirilməsi, nəşrlərin olması və geniş yayılması yalnızca o kitabın həyatı ilə bağlı olan məsələ deyil. Yəni, Eyvaz müəllimin kitabı əslində yalnız Eyvaz müəllimə məxsus olan bir kitab deyil. Hesab edirəm ki, bu eyni zamanda ləzgi xalqının mədəniyyətinin, dilinin tanıdılması, göstərilməsi, geniş yayılması baxımından da kifayət qədər vacib addımdır. Və biz tərəfdən baxanda isə, yəni multikulturalizm mərkəzi olaraq bu məsələyə baxanda eyni zamanda bir mesajdır ki, biz bilirsiniz, mütəmadi olaraq Azərbaycanda yaşayan xalqların dillərində biz kitablar nəşr edirik. Elə bu il həm Talış dilində İmamverdi müəllim buradadır, onun da köməkliyi ilə Talış dilində də kitabımız nəşr olunubdur. Azərbaycan ədəbiyyatının kifayət qədər tanınmış nümunələri Azərbaycanda yaşayan xalqların dillərinə tərcümə olunur, mərkəz tərəfindən nəşr olunur. Dədə Qorqud eposunu misal göstərmək olar ki, 26 dildə mərkəz tərəfindən çap olundu. Əli Nino kimi böyük bir roman bu vaxta qədər həm ləzgi dilində, həm Talış dilində, həm Uci dilində və digər Ukrayna dilində və digər dillərdə mərkəzin dəstəyi ilə tərcümə olunaraq çap olunur. Kürd dilində bizim kitablarımız çıxıbdır. Elman müəllimlə çalışırıq, Tat dilində də mütləq kitablar çıxacaqdır. Digər dillərdə də bu yaxında 2-3 gün bundan qabaq biz Haput icmasının nümayəndəsi də görüş keçirtdik. Onların da maraqlı təklifləri var idi. Bizim göstərmək istədiyimiz ondan ibarətdir ki, biz bir dövlət qurumu olaraq Azərbaycan dövlətinin yanaşmasını göstərmək istəyirik ki, baxmayaraq ki, bəzən sosial mediada, baxmayaraq ki, bəzi dairələrdə bu məsələləri kifayət qədər manipulyasiya etmək istəyən qüvvələr var, amma Azərbaycan dövlətinin mövqeyi çox aydındır və bu mövqe həmişə prezidentin mövqeyi olubdur, ölkə rəhbərliyinin mövqeyi olubdur və hər dəfə öz çıxışlarında, istər beynəlxalq tribunalarda olsun, istər ölkə daxilindəki çıxışlarında olsun, vurğulayıb ki, bizim gücümüz, bizim birliyimizdədir. Və bu elə bir siyasi modeldir ki, bu siyasi modelin daxilində burada yaşayan bütün xalqlar öz identikliyini, kimliklərini, mədəniyyətlərini mütləq şəkildə qoruyub saxlamalı, gələcək nəsillərə ötürməlidirlər. Ancaq eyni zamanda bizi Azərbaycanlı edən dəyərlər sistemi var və bu dəyərlər sistemi də qorunmalıdır. Baxmayaraq ki, etnik, dil və ya inanc müxtəlifliklərimiz var,
Azərbaycanda kifayət qədər çoxlu xristianlar da yaşayır, yəhudilər də yaşayır, müsəlmanlar, sünnilər, şiələr də yaşayır. Ancaq bu amillər sadəcə bizi bir-birimizə daha yaxın edir. Dünyanın müxtəlif yerlərində bu kifayət qədər xalqları bir-birinə qarşı qoyan faktor kimi çalışırlar ki, media vasitəsilə təqdim olunsun. Amma Azərbaycan bir nümunə olaraq göstərir ki, fərqli dillər, fərqli mədəniyyətlər, tarixi ənənə, adət-ənənələrin qorunması dövlət və dövlətçilik baxımından heç zaman təhdid deyil. Əksinə bir dövləti zənginləşdirən, onun kökünü, tarixini göstərən amillərdən biridir. Biz bunu müxtəlif platformalarda göstəririk, müxtəlif konferanslarda vurğuluyuruq. Bilirsiniz, Azərbaycanda həm Qarabağ bölgəsində olsun, həm digər bölgələrdə olsun, kifayət qədər də kilsələrimiz də var, sinagoglarımız da var, məscidlərimiz də var. Bu bizim coğrafiyada yaranan dövlətçilik ənənələrinin nə qədər qədim tarixə malik olduğunu, burada yaşayan xalqların artıq min illərdir burada yaşadığını, bu torpaqları özlərinə müqəddəs ana vətən hesab etdiklərinin bariz nümunəsindən biridir. Və həmişə şəxsən mənim subyektiv fikrimdir, yəqin ki, burada oturanlar da onu bölüşər. Buna qarşı olanlar bizdən olmayıb, bizdən olmayacaqdır da. Çünki bu torpaqların azadlığı uğrunda bu mədəniyyətlərin, dillərin, xalqların qorunması, firavan yaşaması uğrunda burada yaşayan hər bir xalq öz övladlarını şəhid ediblər, qurban veriblər, canlarını, sağlamlıqlarını və indi bunun üzərindən hansısa fikirlər səsləndirmək nə bizim tariximizə, nə millətimizə, nə xalqımıza heç bir yaraşan amil deyil, olmayıb, olmayacaqdır da. Mən bu sözlərin bəzilərini məna altında işlədirəm, amma yəqin ki, burada ziyalılar oturublar, onun altındakı mənanı kifayət qədər başa düşən insanlar burada oturublar. Və burada olan insanlar öz xalqına, vətəninə bağlı olan insanlardır. Əminəm ki, Eyvaz müəllimin bu kitabı bir vəsilə olacaqdır. Eyvaz müəllimin, təəssüf edirəm, mən ləzgi dilini çox yaxşı bilmirəm, bəzi sözləri anlayıram, amma biz borc bildik ki, biz bu dili bilməsək də mütəxəssislər cəlb eləyək, amma ləzgi dilində mütləq kitablar mütəmadi olaraq çıxmalıdır. Və yalnızca Bakı şəhərində, mərkəzdə tədbirlərin, təqdimatların keçirilməsi ilə kifayətlənmək də düzgün deyil və biz İmran müəllimlə də xahiş etmişik, ləzgi icmasından da xahiş edirik ki, biz ləzgi dilində buraxdığımız kitabları həm Mədəniyyət Nazirliyi xətti ilə, həm Təhsil Nazirliyi xətti ilə, eyni zamanda yerli icra hakimiyyəti ilə də əlaqədə olacağıq və xüsusilə də Şimal bölgəsində o kitabların təzədən təqdimatlarının keçirilməsi, müəyyən mədəniyyət tədbirlərinin, konsertlərin keçirilməsi çox faydalıdır, lazımdır. Biz müxtəlif mədəniyyət tədbirləri keçirmişik. Bu il Şəki İpək Yolu Festivalı keçirildi. Həmin konsertdə ləzgi icması çox zəngin musiqi nümunələri ilə təmsil olundular. Bundan sonra biz Talış icması ilə bir mədəniyyət günləri keçirtdik ki, növbəti ildə də digər icmalarla da birgə biz bu tədbirləri həm Bakıda, həm regionlarda keçirməyi planlaşdırırıq. Bunu keçirməyimizin əsas məqsədi də aydın şəkildə göstərməkdən ibarətdir ki, əgər icma bizlə sıx əməkdaşlıq çərçivəsində bizdən bir gözlənti varsa, bizimlə əməkdaşlıq çərçivəsində hər hansısa bir problem varsa və yaxud da ki, hər hansısa bir məsələni daha keyfiyyətli həll edə biləriksə və etməliyiksə, biz buna daim hazırıq, hazır olmuşuq, bundan sonra da hazır olacağıq. Bunu hər kəsin içində bir daha səsləndirirəm və bu kitabların yazılması, çapı dayanmamalıdır. Biz digər nəşrlərin də ortaya çıxmasına vəsilə olmağa çox şad olarıq. Mən Eyvaz müəllimi təbrik edirəm. Yazmağa davam eləsin. Səhv etmirəmsə, bu ikinci cilddir. Birinci cild biz buraxmamışıq, amma üçüncü cildi inşallah biz təzədən buraxarıq. Mən bugün moderatorluq eləməyin biraz çətin olacaq. Ona görə Eyvaz müəllimdən xahiş eləmişəm ki, öz kitabının moderatorluğunu Kamran müəllimə çox üzr istəyirəm. Ona görə bir daha xoş gəlmişsiniz. Fürsətdən istifadə edib
keçmiş bayramlarınızı və qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəylik günündə bilmirəm görüşə bilməsək təbrik edirəm sizləri. Xoş gəldiniz. Çox sağ olun. Çox sağ olun Rəvan müəllim. Allah razı olsun. Deməli, Eyvaz müəllimin bu demək olar 10-cu kitabıdır. Bu 10 kitabdan bir kitabı bunun Azərbaycan dilində, bir Daşda Vətəndir. Bir kitabıdır ki, 3 dildə, bir şeiri hər 3 dildə, ləzgi, Azərbaycan və Rus dilində. Qalan bütün kitabları isə ləzgi dilindədir. Eyvaz ləzgilər həmişə 2-3 dildə yazıb yaradanlar olurlar. Amma Eyvaz müəllim bizim bəlkə də yeganə şairimizdir ki, ancaq ləzgi dilində yazır. Bilmirəm, başqa heç bir dildə yazmır. Nə Azərbaycan dilində, nə də Rus dilində. Ancaq ləzgi dilində yazır. Amma əsərləri bütün dillərə tərcümə olunur. Eyvaz müəllim haqqında biz yəqin ki, sonra da danışacaq. Eyvaz müəllim özünə də söz verəcək, onu axırda verəcək. Bugün bizim məclisimizdə bu kitabın çap olunması üçün və bu tədbirin də olunması üçün çox böyük fəaliyyət göstərmiş bizim Samur Ləzgi Mədəniyyət Mərkəzinin sədri bizim ağsaqqalımız İmran müəllim iştirak edir. İmran müəllim tək bugün deyil, mən İmran müəllimi 35 il bundan qabaq tanıyıram. 35 il mən ondan tanış olanda bizim ağsaqqallarımız o vaxt İmran müəllimə deyirdilər, bu ağsaqqaldır. İmran müəllim bugün də bizim ağsaqqalımızdır. İmran müəllim, buyur İmran müəllim, söz sizindir. Həyatın gözəlliyi odur ki, gözəl tədbirlər keçirilsin. Bu son illərdə bizim fəallığımız multikulturizmlə bağlıdır. Çünki burada elə insanlar işləyirlər ki, onlar hər tərəfdə köməklik eləmək istəyirlər, yardımcı olmaq istəyirlər. Çatan işləri görürlər, çatmayan işlərdə deyirlər ki, gələn periodda görərik. Ona görə mən həm Rəvan müəllimə, həm onun kollektivinə hamısına minnətdarlıq bildirirəm. Bu birinci görüş deyil, bizim hələ Əliyo Nino kitabının tərcüməsindən sonra da belə görüşümüz olub, təqdimatımız olub burada. İntihası biz təklif edirdik ki, bu kitabları biz təqdim edək ləzgilər yaşayan zonalarda. Biz o razılığa təxminən gəlmişik ki, Bakıda da çox ləzgi. Bakıda çoxdur. Biz elə şey yığmadıq bugün ki, çox adam olsun. Çünki iş günüdür, eyni zamanda hamısını yığmaq olmur. Çünki həyatın gözəlliyi ondadır ki, insanlar maraq göstərirlər. Eyvaz müəllim çoxdan şeir yazandır, eyni zamanda yaxşı məclis aparandır. Özü müəllim olmağına baxmayaraq, vurulubdur poeziyaya, şeirlərə. Ancaq romandır, əsərdir yazmır. İndi yəni ki, qocaldıqca o da onlara keçər, yavaş-yavaş yazmağa başlayar. Eyvaz müəllim simasında mən istərdim ki, bu Kəmra müəllim biz idarə heyətinin üzvü kimi bunlar hərəsinə bir iş həvalə olunur. Və Qusar rayonunda Marvar şairlər və yazıçılar klubu yaradıblar. Və o klub ayda bir dəfə yığışır da, səhv eləmirəmsə. Bir dəfə yığışırlar, deməli, Qusar rayonunun mərkəzi kitabxanasında dərdləşirlər, yeni şeirlərdir, yazılar və onlardan biraz mübahisə aparırlar. Bu özü də böyük işdir. Çünki bizim bu il konstitusiyamızın da 30 illiyidir. Konstitusiyamızda da bütün millətlərə, Azərbaycanda yaşayan millətlərə hamısına hüquqlar verilib. Həm mülkiyyət hüququ, həm dil hüququ, həm yazı hüququ hamısı verilibdir. Çünki bu konstitusiya ulu öndərimiz o vaxtı yazanda bəzi sitatlar da var ki, burada hər şey nəzərə alınmalıdır. Çünki Azərbaycanın gözəlliyi onun buketindən ibarətdir. Bu gözəlliyi də qoruyub saxlamaq üçün konstitusiyada bu maddələr nəzərdə tutulub. Mən nə deyərəm? Mən deyərəm ki, yazarlar çoxdur. Bu vaxta kimi mən həmişə görüşlərdə də demişəm ki, çalışın öz kəndinizdən, öz həyatınızdan, öz ailə strukturundan yazasınız. Balaca olsa da yazın ki, bu tarixdə qalsın. Çünki hər bir əsər tarixi əsər deməkdir. Biz bugün varıq, sabahları bizim uşaqlar gedib haradasa nəsə axtaranda tapa bilmirlər. Çünki qədim tarixə baxanda belə görürük ki, arxivlərdə elə sənədlər tapırlar ki, bu sənədləri indi biz heç oxumamışıq məktəbdə də, institutda da, heç yerdə. Ancaq lazım olanda maraqlanırıq, baxırıq ki,
bu əsərlər hamısı axirdə nə dər qalıb demə, yazanlar olub da. Yazanlar da həmişə yazmalıdırlar. Onlar yazmaqdan yorulmalı deyirlər. Bugünkü tədbirin təşkilinə görə sizə minnətdarlıq bildiririk. Çünki hər bir tədbirin təşkili, onun keçirilməsi insanların xoş niyyətlərinə səbəb olur, xoş hadisələrdir. Eyvaz müəllimi də biz uğurlar arzulayıram. Çünki Eyvaz müəllim yazmaqda davam edə. Sağ olun. Çox sağ olun Evran müəllim. Biz yavaş-yavaş keçirik rəsmi hissəni bitirib bədii hissəyə. Mən demək istəyirəm ki, bizim bugün məclisimiz 2 dildə keçəcək. Ləzgi dilində və Azərbaycan dilində. Kim hansı dildə istəyirsə, o dildə çıxış edə bilər. Mənim yadımdadır, bir vaxtlar 25-30 il bundan qabaq mən Samur qəzetində işləyəndə Azərbaycan Elmlər Akademiyasının Əl Yazmalar İnstitutunda ləzgi dili ilə məşğul olan bir şöbə vardı. Həmin şöbədə çalışırdı bizim filologiya elmləri doktoru Mevlud Əhmədov, yəni Allah rəhmət eləsin, rəhmətə gedib. Sonra filologiya elmləri doktoru Şəmsəddin Sədiyev, Allah rəhmət eləsin, gələn il onun 100 ili olacaq. Bir də ki, filologiya elmləri namizədi Kiçibek Musayev. O Dağıstana köçdü. Həm də o bizim Samur Ləzgi Mədəniyyət Mərkəzinin ilk sədri olub. İndi bu saat Dağıstanın xalq şairidir, Dərbənddə yaşayır, sağ-salamatdır. Həmin şöbə indi bu saat yoxdur. Mən istərdim ki, belə bir şöbə yenə də bərpa olunsun. Amma bizdə bu saat hal-hazırda bizim məclisimizdə ləzgi dili üzrə filologiya elmləri namizədi iştirak edir. Gülbəs xanım Aslanxanova. O bu saat Eyvaz müəllimin yaradıcılığı haqqında və onun bu kitabı haqqında bizə məlumat verəcək, həm də ləzgi dilini danışacaq. Gülbəs xanım, tüm məclisdə Sünət Uray, Rahat Uray. Buyurun, Cüngəfi. Mənə çatdırılmayıb Eyvaz müəllimin Azərbaycan dilində dərc olunmuş kitabı. Əlimdə olsaydı, gözəl bir çıxışla qabağınızda sözümü deyəcəkdim. Bir də belə bir şey var da, İsar film var, İsaq özüdür. Düz yox, özü olsa danıq evə qadir. Loğudu ki, şair də, çavallahadı da. Dünya da yer val qatayları ki, viler zayıfşe de çarar nerexi. Gil qunat xuz varaqi. Ömür zatni tuşer gel xana çerta. Hakalza ekradız kiligiz gelne kada açkiyarsız oluk iz gazoş. Sokne kili. İgrami meclis ehliyar gafuni ökünal raqini ökünal qotxan ve insanlar merakettiz künaturay rağaturay. Şiir derik gapa qurla sakus vilel ناغتوری شاگت نرخا چوچاو شعر دکای اختلاته حتی چغلی ماد احتیج او قان وایرک این قای داو شعر کای رخاز وایتساو شاعر دکای اختلاته قیچون ویچین شعر کای سک الزا وای بروا حق نی ریف مایا رخاز وای شاعر گلاleri eyvaza nubat ni kitap akozatan eyvaz mem köz İç irgini tsudlahak ar mübarek huray. İç irgini aqlek ar viş huray. A meclis taqiliyen mad eyvaz mevviç huray. İgrami burqe şair hihtin khuni kazon khadaç. Çivilik şair de çeşnik alıp gala. Rexne koçir şiirdi, gaf khraday ki şiirdi, qer khashile şiirdin şairdin alıp. İgaf saqasuq taylı huzvaş. Haqiqattan çaq aqwa al kolalay meseleler avahi elkiz vay harsa da tükürünra lap sayadala gat unna juvalde sakaleç dal şel xolova ancaq eyvaz müəllimdə şiiratda intal dal riki pertegal cuknova am açıq tiz qalur zavaş haq yaz adaç alari rüh qajzva rikik ökkutozva ta dal tsayar kanova sürtser xeler xanova çaz Haydi Hanova kilesakus şiirci. Luhudaki şairar sadideri va hakni didet ebiat da dünyadis. Hakala şair dimas viç dünyadis gaydidi viçi vay şiirat diz hi giz hunay qsa diz koda.
Galqana aqaynaç tselxem dilvar. Dide diziriki galquna fena. Raqinay tsayğana agudna tsqar. Balayar nefesti tsaltuna fena. Ömür sanıq zörna muradar sanıq. Ödünya galqaynal aqoznaqlik. İğili uktuna zaxayiçilik. Qat'unral ç'ulav xaltuna fena. Şumud vil raxana tsfedin ç'alal. Atsuz içixana avaxna zexal. Gharib yaqe dünya peleş yaqe qal. Viç fena. Amaydas daltuna fena. Atsana feybur içisxtana. Oynellas txona goçisxtana. Bubodi çuzuna vuşisxtana. Qoltuna saltuna zoltuna fena. Digana çiçeki tsüka qayna sur. Laylay de çeşmetir. Lirlidin gurgur. Şiir hidaç atsanu vataxur. Didedi eyvazaz ç'altuna fena. Allah divçiz rahmet ray suruz nur qurayçaq viri daqti deyarova. Abur dünyadan jiluvar arya. Ha iç alaqine tatanamaz ç'altur gene sadidedi azunik idvişni putqanik idlahaysus çaz saşair gane dünyadez. Am fadla avaz khana qatun riskiligala. Ancak dünyada adator eyvaz khana. Ç'alala ilham qaçına, ç'pirdila gam qaçına şiirdi alem diz avatnova itsuk. Kanalu garzo gele hata mikrofon ne, çar ne, khelne. Zo eyvaz malimdi qatun riv gazetni çinra tanışkanım. Allah tayviş isan ekhirartir. Gazetni fatq pijda çarara anik pipe çine sakus çuguar walway sa şairdi. Qaçi sa şikirni satqa şiir jiday. صدر بتشبير دلا جهان وقنج ابدي قباري شكلان جنا سقسا مقالان قطنوا يواز معلم إشعار دي مجدا وداز رجودا وداز قلب دي كينوا مثل رخون أركيز أواخ نفيز واي إتصرار كلايلا إنسان دي جيك جخجداي سخب ياد كيس قنا كتهجداي بور أنجح ري قداي توخجدشير حق يزدان قيازون قد لهاي سوز قطاي Sükalamaz xel xaytar toralay sadla kitab gile hatayla qanih vilivk elnayza. A kitab dikay ve inşair dikay asif mehmana qoli atsuqna adaxgalaz yarğald ixtilatarna unay. Görünay qazanım judla Yusuz ada viçi Allah qtaşzon şelek ot izipina toralay qedla kitab zavaga qana. Sadla kitab zal gecega nawavilay iqo kitab niz kard stoldal qol qoloq et hierarxiyeday. Aburgelik kunak eluni kütehon sadjeday ma toxjedaçir. Görün azı ikarde gavurda çıraq jurnalda şairi viri şairin şirar tup alaydamaz. Qısa mitel qatka rahattis qatujeda şirar gu xkaqdi berdavurda quna. Viçluhumir in janrda müjda vadaz, ruguda vadaz, qudaz kanwa eserar. Fikri deri ve luhuni gürütir bile mefted fada çokta aburik elan alattaş. Qaçinaji klasik yetimemina quda şiir. Güzel tamum ayafahum zicanda gum qaqözava. Vilin naqor xanaseller sefilrik zi işezava. Hakne eyvaz malimdi müjda vada şiirar. Atsuz vaydi rik yetazi yatakhayt açar. Yar di patav yar qadaykiz. Xtan ve gatfar. Hakni dalda qunaraqini kay kukup di çetir. Xayiçili yerviliz mitüğü şair. Çıkatan volhu. Lezgi edebiyatta sad kirak dikiz qiyas mejidva. İçili akunar para seres digayganva. Sadni eyvaz memdi şair dikiz. İçilil tsarara çağanva. Hak yaz Vilik torar Kur'an kitabar kelayla zakhenay qatuniz deriya rakhuniz mili khiniz qaniya lohuniz mani zaz iqwa çaval di iç alal kani tali qtul rakhay çawa kun wachir şiir daraqini nawa kun wachir ibur tswadi silika qazan tsatla isarter
Aç avuz baku da qelek lezgi daldı. Vişelay vinis cini vaqatsa vay sadlahay lezgi jurnaldir. Çiraq de öktun vay. Ana çine klasikirla gatunna ayam di şair aldı viri de kakiz vay. Susadlaha telittir. Nubata tana gaqna vay eyvaz malimdi. Çine am havi çiz hakni çaz para kanday aşuq nisreta tsirgini koz çapnay. Arada zengeri da çinat iki nar avata xabar qaday sasadaway çikatan olhum aç uçaq çexi senetkara çexi şair artir Kelantar müəllimdir. Cugor Darwi müəllimdir. Haq Jalal müəllimdir. Haq ne har hamishan da bakudis xtala jirakar katana çasa xeyir duata ganmaz qifiti da yaral məmdi. Evela quyqtuna haq ne sadaqat xamdi müzəffər məmdi. Sadlaha tilitla rugudlaha tilit daldı. Evela gatma kömək arganay. Günay basruh arga bur para xanım. Haq ne زخوی ای چراغ دی خوی لحوتی چنا رحت باردر خوش قدا باردر چراغ قدی ژورنال قدی تقلیلاتنا چیزوا انجا ای سکوس قرخ کنه الله تی زخوی ای خاق دز قلقو مسابقه خاکتون تی شاعرات تی چگورار آرد زقود نکازوای هایچ اوز الله مرد دالتنا نالله زقینی لایست چخی پارالاتنا ریکیوان خوشی خنازاز ابرو مایدان ده حقنا چراغ دیت ای تل ترویلی خوزوای انسان ریویل رقیتونش گنان چخی فرمات دا اقاتنا ای علام ژورنال پوبلیکا ساقچی وقتوندا سکری وقتوندا وچین غلیز قچونه دخات ان قط ای خط او ایواز معلم حت نمروار دقلی اكتن الشعر الاوادلاني başlamış ne kitap arqates. Arada zavna dats iyi kitap arqa aqatna la xabar arqana ancaq evimiz mem kitap arqanaş. Hakala takur kitap rikaza var xajdaş. Keçu qini صدلا kitap dal. Sad vaqt la kitap la tafawatlu yaz. Kitap qiliz atsay jamrdaki wa şiir qunwa çxib sapay sısadat fikri deri vilik el zavadviçi dünya divaqa qudzu. İhti kitap riz bulqatunar va burqada. Sadnerik alas kelda bur. Kitap da yakoz vayval evaz məlim de qoyar da vay deri fikri kay klasik janrları menfaat qaçuz başlamış no. Ada şiiratta xayiç ala qatkan va jarar sadaq hazwa. Haqiqatda içal poeziya di, içal şiir di, mani di, içal terdi, viçi tükürün ri madğelere qalurzuwa. Keldaydas. Avay gaf rik nahar da ludaç. Çiz khayt an ludaç. Sad buruz akjeda patav goyda qaqaval qalurala chep askan kodakhis. Rik iç khival saç uzni sadawan qensik taskhashetush. Ha xalq sadas qsagim qimat ganakada evaz malim ya adachi da qsan vidas qsan qimat gal qsan wal parajizwade. Evaz mam shirat qsan çeşmeye. Veledre evaz mem kitap kunik el da azalhu da ibullah riyatarik khayicili emgala kuzvarik its ayarik yarat ukay shemgala zavarik ay sastal paknike di chemgala adavrik isit qiday salam gana agata alaqda tayriqiz evaz khana qata akurdini awurdi saç uzni rikelafidesh ke khat xtijida qe evaz malim dich alari qaqan rahay guzo kukushrik ent yisari kay tükürna gamrışanaza ömürde tararal nefesti kay çirağda ökkürna şekil çug nazarik eri vararal khub avun khayichene gelelay stal mihnaza qalem devilelay kapal tadna qontist khat qelelay qoxanaway qira walaj araral rik naqodik ruh tsawarhi galqana qörp uzardal tali khuralalqana damar qunak arab khana khalqana amma zachiga tsuqarnash tsararal umrakoz awakh sawa shirhis dadawnar alqaza wa shirdiz akjeda zaz aqatta zi akhirdiz chikaquna küchedal jararal harsaki harsa shir imtaha riki yagu riki haray riki va chala kimel aguddachni eljwa evergana jark khena noraral akoz vayval vichiriki hal khaqdik chalak galqan vaydi qabul no shairdi
Haktir diçiz, Eyvaz müəllim diç alara, el zavadi ganida obrazı kan qoyzoç. Adan qeli temayar, cilni çalya, xaq detalya. İna kfir cilni xural vatsarya, İna viler dağdı qolal qatsarya. Xaru gaftuş xur rağaydi tsatsarya. Tsaza qudna şiir tsazva Eyvaza. Çal teçirdaz kiz jedaç yar dikay, hal teçirda xabar qadaç kar dikay. Hukum gana çur xay iqrar dikay. Qoyazmay buruz şiir tazva Eyvaza. Adaviçik hizva zaz şiirde çalan tem guz da hun kay kiçeda. Kel zavaydarik eşem guz da hun kay kiçeda. İfeç urna kimiş ya verdiş ya şiriş. Rikelata i biriş düz da hun kay kiçeda. Pahat ana xanatsar, ehte xana kanaçar, rühtigili veheytor, güz da hun kay kiçeda. Sarik im qatsalay, tal kakakay vatsavay, sayuqud mad vatsalay, fiz da hun kay kiçeda. Kakak naverühtik ol, hidah galaz iyi qal, zi el divay, xayiç al, xüz da hun kay kiçeda. Şiirova çalava çaq. Çal misal gir qolava çaq şair. Uçiz kiçeda. Raqini atir koy qani insanlar. Rühta ök qürezvay qani insanlar. Yalirli insanlar, mani insanlar. Çik olsa xuray. Damar da satal di stalavay bor. Qismet dal ayam di çikalalay bor. Tsatsari çxon vay. Saçalavay bor. Çiçal saxuray. Küsa xuray. Kürkera mitera همیشه چال ساخورای ایواز مام کق بولک ال دای بر خورای کل دان همیشه زور خورای هر همیشه دکی چال قنی خورای ریخ سی خورای که اقل قنار کس ساخورای Biz xanım Palaqan Sağray, lapsa ilimde maqalə qanuna şan Sağray. 80-ci illərin axırı, 90-cı illərin əvvəli Eyvaz müəllimin tələbə vaxtları. Mən Eyvaz müəllimlə tələbə vaxtı tanış olmuşam. Deməli, mənim bir əmi oğlum API Pedaqoji İnstitutda oxuyurdu. Onun yanına yataqxanaya gedəndə gördüm ki, otaq yoldaşı Eyvaz müəllimdir. Əmi oğlum qaldı qıraqda Eyvaz müəllimlə biz dost olduq. Deməli, o vaxtdan bu vaxta kimi Eyvaz müəllimlə biz dostluq edirik. Tələbə vaxtı biz çox məclislər təşkilləmişik. Ləzgi poeziya gecələri təşkilləmişik. Universitetin yataqxanasında, Neft Akademiyasının yataqxanasında, Dərnəgöldə olan yataqxanada və həmin vaxtda Neft Akademiyasından Qubkinə gedib, 2 kursu burada oxuyub, ondan sonra Qubkinə gedib, sonra Neft Akademiyasına praktikaya qayıtmış Etibar müəllim də bizim tələbə dövrünün dostlarımızdan biridir. O vaxtdan Etibar müəllim də Eyvaz müəllimlə tanışdı və Etibar müəllimin o vaxt ləzgi mifologiyasının yığılması və dərc olunması, tədqiqi, öyrənilməsi adlı bir ictimai təşkilatı da var idi. Həmin təşkilata rəhbərlik edirdi və biz də Etibar müəllim o vaxtlar kömək edirdik. Xeyli qəzetlər nəşr edib, çap edib, yazıcı Azərbaycan Yazıçılar İttifaqının üzvüdür, bir neçə kitabın müəllifidir. Buna görə Etibar müəllim, söz sizindir, amma reqlamət çərçivəsində. Buyurun. Mən hamını salamlayıram və Eyvaz müəllimə təbriklərimi çatdırmışam, yenə çatdırmaq istəyirəm. Ancaq mən Eyvaz müəllim haqqında danışanda birinci İmran müəllim gözəl bir sözdür. Deyir, tarixi biz yazırıq, bugünkü tarixi biz yazırıq. Bizdən nə qalacaqsa o bizim tariximizdir. Çingiz müəllim Abdullayev ondan bir filmdə belə bir ifadə işlətdi ki, deyir, hər şair, hər yazıcı öz xalqının tarixdə vəkilidir. Onun yaratdığına onu tanıyırlar. Bu Eyvaz müəllim, biz hamımız müəllim bilirik. Bu Eyvaz müəllimin gözəl bir xüsusiyyəti var. Bu şəxsiyyətdir. Özdə mən axırda fikrimi əsaslandırıb deyərəm. Ləzgilərdə mən rastlaşanda kəndçilərindən soruşur ki, kənddə Eyvaz müəllim necədir? Hamı üçün müəllimdir, riyaziyyatdan dərs verir. Qusara gedəndə soruşanda belə bir hadisə oldu. Hadisəni danışım. Bir gün səhər tezdə Eyvaz müəllimlə görüşüb dağa gedirik. O öz maşınından gəlib, mən öz maşınımı gətirmişik. Həzrə kəndində qoymuşuq, Yarğun kəndində maşını, minirik başqa maşına. Bu vaxt bir nəfər yaxınlaşır buna təqi nəfəs, deyir, müəllim, olarmı?
Deyirəm, nə mən elə bildim mənə deyir. Qaz buna deyirmiş. Dedim, nə deyirsiniz? Dedi, Eyvaz müəllim, xahiş edirəm, şeirlərindən birinə mənim adımı da sal. Dedi, salaram. Və o biraz uzaqlaşır. Mən Eyvaz müəllim deyirəm ki, adı soruşmadan axı. Deyir, içkilidir, fikir vermə. Elə deyir də. Oğlan getdi, biraz daha qayıtdı, dedi, sən adımı soruşmadın axı, ləzgiş. Deyirəm, adın nədir? Yaddan çıxarmayınca, yaddan çıxarma. Deyir, adım Əlimərdandır. Desə, belə bir adı idi. Dedi, bu cəmaat küçədə, səhər təzdən, gözü yoxulu, Eyvaz müəllimi görəndə arzulayır ki, onun şəhərinə adı düşsün. Bu, rayon səviyyəsində bunu tanınmasının bir göstəricisidir. Bir dəfə də bizim bir yazıcı bəstəkarımız var. Dağıstanın incəsənət xadimlərindən, əməkdar incəsənət xadimi, xalq artisti Asif Mehman. Ağsaqqalımızdır, hamının ağsaqqalı olub. 120-dən çox mahnı saxlayıb. Rəhmətli Kamal müəllimdən bir cümlə deyəcəm, hələ sənlə əlaqəlidir. Bu Asif mənə xəbər göndərir ki, etibara deyilən ki, oradan gələnlər baharda gün çıxanda, güller açılanda bura gəlsin. Mən də 4-cü gün qəzetlər çıxdı, 5-ci gün səhər durdum, dedim Asif müəllim bunu deyibsə, arxasında nəsə dayanıb. Səhər tezdən getdik, damojodan keçdim, zəng edirəm Asif müəllimə ki, Asif müəllim, o da zarafat edir məndə. Mən də Asif müəllimlə aramızda zarafat yoxdur. Bizim babalarım, mənim oğlu babamla onun atası xanaxa olublar da. Bizdə kiminsə evində qalırsa, o evdəki qadına xala deyirlər. Oradan xanaxa sözü qalıb ləzgilərdə, belə bir mədəniyyət var. Kimin evində qonaq qalacaqsa. Bizim babalarımız belə olub, Asif müəllim də həmişə məndən ciddi danışır. Deyir, sən Səfi Bəgin yadigarısan. Yəni öz tayı kimi danışır. Bizdən bir 40 yaş böyükdür. Dedim, bu zarafat edir. Dedim, Asif müəllim, sən necə zarafat keçmirsən? Başa düşmək istədim. Dedi, gülməyə başladı. Deyirəm, niyə gülürsünüz? Dedim, mən elə bildim, sən Eyvazsan. Sonra getdim, mən gedəndə Asif müəllim oraya 5-6 dənə gözəl qonaq da çağırmışdı. Orada doğrudan da Asif müəllimin həyatı ilə bağlı mühüm bir məsələ var idi. Məni boş yerə çağırmamışdı. Ancaq yolda mənə Eyvazla səhv salmışdı. Mənə bu çox xoş oldu. Mən bunu ikinci dəfə danışıram, belə məclisdə bir dəfə ləzgici danışmışam. Yəni bu 3 hadisə ilə bir yerdə mən onu demək istəyirəm ki, Eyvaz müəllim həm kənd öz vətənində doğma yurdun əhəmiyyətli, həm rayon əhəmiyyətli, həm də respublika xalq əhəmiyyətli bir insandır. Və mən bir nöqtəndə bu fikirlərimi cəmləyib qoymaq istəyirəm ki, mən fikirləşdim ki, Eyvaz müəllimi necə ümumiləşdirmək olar. Çünki bu adam söz yox bizim tariximizi yazır. Bugünü Azərbaycanın, bugünkü ləzgi xalqının, bugünkü yaradıcılığın tarixini yazır. Bu Eyvaz müəllimi işidir. Və mən keçən həftə bizim rəhmətli Kamal müəllim Abdullayev haqqında xatirə yazısı yazanda onun haqqında da fikirləşdim və bu iki şəxsiyyət Azərbaycanda olan ləzgilər arasında respublika səviyyəli birinci yerdə gedən, birinci, ikinci şəxsiyyətlərdir. Çünki bunlar pedaqoqdurlar. Bu alimliyi, biz düz hamımız Kamal müəllimi alim kimi tanıyırıq. Onun hərəkətləri bir yerə baxanda o böyük pedaqoq idi. Onun böyük pedaqoji irsi var. Eyvaz müəllim isə hələ formalaşan pedaqoqdur. Yəni mən, Eyvaz müəllim, mən sizi təbrik eləməklə yanaşı, sizə uğurlar diləməklə yanaşı, sizin o həyatdan götürdüyünüz, institutda oxudunuz, təcrübə ilə cəmlədiyiniz pedaqoji potensialınızın da üzə çıxmağınızı arzulayıram. Bu işi davam eləməyinizi arzulayıram və inanıram ki, bir bu yox, respublika səviyyəli neçə məclisiniz olacaq. 5 il bundan qabaq 50 illiyinizi qeyd eləmişik Rəşid bəy, bu da mahnı teatrında. Düzdür? Özdə o qədər yüksək səviyyədə oldu ki, heç mənə oturmağa yer olmadı orada. Yəni, Eyvaz müəllim, uğurlar, can sağlığı, belə davam elə, biz səndən fəxr edirik. Sağ ol, var ol. Deməli, bizim bugün məclisimizdə Eşad müəllim gəlib Qusardan. Eşad müəllim, Vuna Turay, Rağa Turay. Eyvaz müəllimdir, şeirlər, virdla qısalı huzabrika sadne Eşad müəllim ya. Qoruma mikrofonunuz. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyinə mən təşəkkürlərimi bildirmək istəyirəm. Eyvaz müəllim, çox mübarək olsun deyirəm. Axırıncı yox,
axırıncı olsun inşallah. Və yaradıcılığından bayıq deyir baxt, rəxnə koçer taxt, ömürdin xuş vaxt. Bu bani dedi. Zitsavarin çal, imanava iqal, rikin sekin hal. Bu bani dedi. İzararin sir, yar dost cirxcir, samubarak bir. Bu bani dedi. Kim guzvaylu var, aşkı din su var, ciler neca var. Bu bani dedi. Zaz can gaye can, ve ehli iman, zerzivay karvan. Bu bani dedi. Tütüküz turus, zatül halal kus, xızan din namus. Bu bani dedi. Ziri gaz vayrik, bayıq riz şerik, sacüt melaik. Bu bani dedi. Xalıqdin qismət, süfrədin nimət, şairdin devlət. Bu bani dedi. Taleyim baxdım, ən uca taxtım, qızıl tək vaxtım, atamla anam. Göylərin dili, qəlbimin teli, saf iman əhli, atamla anam. Dostların dürü, mübarək piri, sözümün sirri, atamla anam. İsti bir qanad, ünvan, soyad, ad, bu yer, göy, həyat, atamla anam. Biri verdi can, biri də iman. Bir yol, bir karvan, atamla anam. Tükətək halal, bir əhli kamal, namus dolu yol, atamla anam. Necə də kövrək, hər biri ürək, lap bir cüt mələk, atamla anam. Xaliqdən qismət, süfrəmdə nemət, şair üçün dövlət, atamla anam. Eyvaz malım. Çik amarin, çik açuqay çükişdin, sakukub edin navarizun çüküzva, qani velel aluqun vayrikşdin, xarudan kırarizun rəqizva. Vuçqsan der intavaddiz avannaz, viş amel div alaqzva damar qaz, taza tupuv, murxadayhiz irik xaz, çuk elisna, pix aqudna qfizva. Saxarudan kırarizun rəqizva. Akun fağir, viler sühür, qaqar hel. Hələmat div, vərid şarlazun viçel. Yifiz darix, yuquz qanix, rikçigel. Yuzakun ne, incan diz çayç izva. Saxarudan kirarizun rəqizva. Amay çara, yarğar ila keligin. Samakam diz iyer gafar iligin. Yardin rikiz, şiirxana ilifin, belki ahba, salamqa ilə kikidaç. İxarudan kirarizon rəqidaç. Eyvaz müəllimə uğurlar arzulayaq. Çox sağ ol, sağ ol. Ha? Baş üstə. Zirikin mani yar, zirikin gafar, kub zavura hazvay daran maniya.
Şair diz şalhuz körez vay cafar. Gatfarin maniya. Yaran maniya. Maspara masandi vatan ya vatan. Sad haydi de ya sad. Lezgi xizan. Şiirdin koçinvan, garın koçinvan. Nimetan maniya. Laran maniya. Akapel akurla tədic edərik. Tədic edək xüz. Qafluhuz qancədə ha əl-qüz, xüz. Rikin bar qəzil riz. Həcüz tuşzimiz. Qaf sivin maniya. Saran maniya. El koçiz quz jedaç, alu qız jedaç. Sel koçiz çafari qaluq iz jedaç. Xatun ra şiir hiz amuq iz jedaç. Rik ağzer tavurdi. Şiran maniya. Rakine çağurna, reker çağurnaş. Reker çağurna, reker çağurnaş. Rakinay atana öker çağurnaç. Za yahan çağurnaş, nöker çağurnaç. Eyvazat çağaydı. Çalan maniya. Çalan maniya. Sağ ol Elvaz Mahmud. Çok sağ olun. Her birinize teşekkür ederim. Çok sağ olun. Sağ ol Elşad. Allah aşağıda. Bugün bizim meclisimizde Türkmenistan'da anadan olmuş Əsil Qusar rayonundan olan Ləzgi dilində sonradan bərpa etmiş bir nəfər gəlib iştirak eləyir. Həm də Eyvaz müəllimin şeirlərinin tərcüməçisidir. Rus dilinə tərcümə eləyir. Bu kitabda da həmin tərcümələr var. Kitabda daxil. Rəsli xanım, buyur, qaf video. Добрый день, уважаемые гости, почитатели поэзии. Стенстеза Айваз Малим Дизмбарак из Газва. Джанди Савларк и Шадвал Хурай Гурай Кюзалахти Айваз Малим Мадниц и Ктабараката Мюхивал Хурай. Я сяду, хорошо. Стихи Айваза Муалима – это не просто рифмы, это тихий разговор с душой, глубокие размышления, в каждой строке которых чувствуется философия и мудрость жизни. Пусть эта новая книга найдет его своих читателей, тех, кто любит поэзию. В стихотворении, которое я сейчас прочту, заложена вся суть поэзии Эйваза Гулялирина. Я прочту на лезгинском немножко и потом его перевод. Царарика цар катта ядхана, узарк отна ил юзурде дадгана. Зучан алашиижа дарикера, каибурус мильхамхана, гадгана. Ргада зук эрерилай алахис, рики бурун рики элис авахис. Мич иврин юкай эркис фидазум, шиирхана и дуньядик акахис. Из строк строкой стекая родником и вкус этот с блаженством ощущая, в сердца людей я льюсь живым стихом, бальзамом терпким к жизни возвращая. Мой дух, вскипая, льется через край в сердца любимых чудным эликсиром. Средь темноты иду, как светоч дня, и, став стихом, сливаюсь с этим миром. Это одно из лирических стихотворений Айваза Гулялирина. На русском прочту я вам. На черные косы рассыпалась ночь. Сияли в них росы, как звезды, точь в точь. Пробор серебристый, как месяц, блистал. Я в парке тенистом ее повстречал. Красавица, будто благое зерно. Пастбище, что ранней весной расцвело. Она озаряла собой все вокруг, а сколько сгорало от сладостных мук. Дика, неприручена, будто морал, стояла отлучена, словно кто гнал. Среди юных сверстниц в сторонке она была всех красивей, милей и нежна. На землю ступала тихонько, легко, как будто поранить боялась ее. Так в строки сложились поспешно слова. Едва улыбнувшись, вздохнула весна. Пыл сердца унял я, причина проста. Пленяла не дева, ее красота. Сейчас Эльшад Муалим прочитал на азербайджанском и лезгинском языках стихотворение про родителей. Мы никогда не перестаем быть детьми своих родителей. И эти строки Эйваз Гулялирина о той любви, которая не угасает и с годами.
Же амай дедерез верибри чанар сара, ама чербез Аллах тереметра, де барезни. Безгрешный порог, беспечных дорог, пора без тревог, отец мой и мать. Язык дорогой, дом с верой родной, на сердце покой, отец мой и мать. Стихов моих слог, друзей уголок, традиций исток, отец мой и мать. Объятий тепло, на сердце светло, вселенной чело, отец мой и мать. Родили на свет, и в море надежд вручили билет, отец мой и мать. Тут благо небес, насущный хлеб есть, семьи и совесть, честь, отец мой и мать. Свет ночью и днем на сердце моем, два ангела в нем, отец мой и мать. Подарок судьбы, достаток семьи, блаженство души, отец мой и мать. И однажды на очередном литературном кружке «Марвар» наш известный ныне покойный Аллах рахмет Рагадас, лезгинский ученый, писатель, поэт Фируз Бадалов рассказал красивую легенду о стойком духе горца и его друге, пришедшему ему на помощь в трудный час. И под впечатлением этого рассказа Айваз Гулярин написал поэму «Рюх», что значит «дух» в переводе с лезгинского. Скажу вам, что переводить ее мне доставило огромное удовольствие. Сейчас я вам прочитаю отрывок из этой поэмы. В кругу друзей мне рассказал мой друг легенду эту, и дух мятежный мой призвал ее поведать свету. Я в горы вышел, среди скал бродил, их мир нарушив, и знаете, что разгадал? Имеют камни души. В оцепенении я стоял какое-то мгновение, но мысль созрела, и мое писать настало время. Бессонной ночи лишь одной хватило, взял перо я и, не смыкая глаз, писал. Слова лились рекою. Так одинокого судьба ломает поневоле, не зря в народе говорят. Один не воин в поле. Поддержки друга ищем мы, когда беда нагрянет, и сердце сердцем говорит, я с ней в час испытаний. И как прекрасно, если друг придет в час тяжкой смуты, тогда усталость жизни вдруг рассеется в минуты. Оберегай свой дух от зла, как сорняки прополкой, и жизнь душою всей любя, орлом пари привольно. Когда-то небо изрекло сквозь мрак тысячелетий святую истину одну, кто духом свят, тот светил. Спасибо большое. Hüsnü xanım Para Qansaray, Ravan müəllim, Ramil müəllim, ləzgilər üç dilli olmağa məhkumdular. Ona görə ki, Azərbaycanda bizim dövlət dilimiz Azərbaycan dilidir, bizim yarımız o tərəfdə qalıb Dağıstanda, onların dövlət dili Rus dilidir. Buna görə də biz həm Rus dilini, həm Azərbaycan dilini, həm ləzgi dilini öyrənirik və hər üç dildə sərbəst. Bizim bugün məclisimizdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Bakı Dövlət Universitetinin tələbəsi Qoşqar Qaraçaylı iştirak edir. Səhv eləmirəmsə Oğuz rayonundandır, elə deyilmi? Qəbələ rayonundan. Uzaqlı kəndi. Bəli, bəli. Yəni bu sürpriz oldu həqiqətən. Yəni mənim şeirlərim burada, yəni ki öz belə deyək də iki dildə bizim doğma dilimizdir. Ləzgi dilində mənim şeirlərim azdır. Yəni çevirmisiniz, çox təşəkkür edirəm. Əziyyətinizə, yəni ki halal olsun sizə vallah. Yəni bu belə gözəl işləri hər insan bacarmır, hər insan görmür. Təşkilatçılıq hər insanın əlindən gəlir. Hətta biz özümüz yazar, mən şəxsən öz şeirlərimi bir dəftərə hamısını yığmağa heç vaxt eləyib, biraz soyuqluq eləyirəm, nəsə yığmağa heç vaxt eləyə bilmirəm. Amma mənim şeirlərimi, məndən başqa digər yoldaşların şeirlərini siz burada bir kitabda yığmışsınız ki, dildə, yəni çox böyük iş görmüsünüz. Burada bir sizin ürəyinizin yox, gör neçə ürəyin döyüntüləri, çırpıntıları, hissləri, duyğuları var. Çox sağ olun. Burada olan şeirləri oxuyacaqsınız. Bir şeirimdən sağollaşacağım, yəni belə deyək də sözümü bitirəcəm. Könlüm qalsın, gözüm qalsın, nəğməm qalsın, sözüm qalsın, gəl səndə bir izim qalsın, qoy səndən də keçim, körpü. Soyuq qış deyil ürəyim, qorxma, boş deyil ürəyim, vallah daş deyil ürəyim, qoy səndən də keçim, körpü. Bilirsənmi nədir bu sir? Olmuşam bir eşqə əsir, sənə sağ ol borcum var bir, qoy səndən də keçim, körpü. Çox sağ olun. Həmişə dostluq körpümüz əbədi olsun. Körpüdə xeyir işlərinə, belə gözəl görüşlərə gələk. Yəni, üzr istəyirəm. Mən sizi dinləmişəm. Qəbələnin Kabarvan kəndində gözəl bir şeir məclisi idi. Siz də bir yağış şeirini dediniz. O şeir yadda qalıbsa və mən sizi o şeirlə tanımışam. Çox ürəyimlə gəldi. Deyirik Saracıq. Tənhalaşıb, sevgi yağışı şeirin adı. Tənhalaşıb dərdə qəmə batmayan. Özünüzü oda közə atmayın.
Bu yağan yağışa çətir tutmayın, bu yağan yağışda sevgi ətri var. Dərbəndə, Təbrizə, Laçına yağsın. Göyçəyə, Murova, Xaçına yağsın. Açın ovucunuzun içinə yağsın. Bu yağan yağışda sevgi ətri var. Qızıl gözəllikdir, dür gözəllikdir. Varsa gözəllikdə sir gözəllikdir. Hər düşən damcısı bir gözəllikdir. Bu yağan yağışda sevgi ətri var. Nə hava dəyişsin, nə günəş çıxsın. Nə zaman tələssin, nə ömür axsın. Yağsın, səhəri də kaş elə yağsın. Bu yağan yağışda sevgi ətri var. Sağ olun. Bəli, elə bildik o şeiri mən yazmışam. Mən o şeiri qulaq asanda mən fikirləşirəm, analar. Mən yazmışdım cavabı. Deməli uğurlu şeirdir. Deməli uğurlu şeir. Sağ olun. Gözəl şeir. Çox sağ olun. Deməli, indi də növbə gəlib müəllifə çatır. Amma müəllifə söz verməzdən qabaq mən zaldan soruşmaq istəyirəm. Kimsə ürəyində sözü qalıbsa, nəsə demək istəyirsə, qısa buyursun. Buyur. Madni Dağıstan'da, Mahaçqalada, Derbent'da, Əxtsəxa, Tekida, Muqrağa, Çosanlıqan o insanlarya, zaz Ayvaz məlim muqalaçıdır. Ayvaz məlim maşində was fiz çal tükürüz o insanya. Yani Ayvaz məlim adi insanlara katışma. Рустал Сакса Гафавол Доки добродает то, что видит слепой и слышит глухой. Начинаю перефразировать ворта хамака кацоки талант, има переходас аквазуай, пишидас ванквазуашая. Эваз мамде талант, час аквазу виридас, чена катизуа, гафа очизи вчала ихтера вачизима чкануа, парабри аданч аларис гафарлозуа, хсебзуа. Ayvaz məlimdə ihtiçən olma, sas şairə vadə, saşmut qarx qaçqana qoaz vadanal. Ayvaz məlim hələ qurarın yox Allah. İdan hələ axırıncı qardı ega ayıpdasa qaddisqan yox diskama. Ayvaz məlim aqal qonar talabzo. Çəxi xustxa. Sağray. Abir Tahirov Samur Ləzgi Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvüdür, yazıçıdır. Etnoqrafdır. Bəli. İmamverdi müəllim Talış Mədəniyyət Mərkəzinin ağsaqqalıdır. Bəli, mən ona söz vermək istəyirəm. Və xəş ümə işləyirəm sizə. Buyurun. Həqiqi mənada o multikulturalizm havasını o şeirlər vasitəsilə burada səslənir. Bu özü böyük uğurdur bizim Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin. Ümumiyyətlə Azərbaycan Ulu Öndər tərəfindən başlanılan o siyasət multikulturalizm siyasəti və onun davamıdır, və onun nəticəsidir. Mən özüm də bu məsələnin içindəyəm. Mən bildiyiniz kimi Talış icmasının sədriyəm və onu deyim ki, çox təəssüf, mən qabaqcadan tanış deyiləm bu əsərlə, amma Eyvaz müəllimi eşitmişəm, tanıyıram və onu deyim ki, burada adı çəkilən 2 nəfər, Kiçikbəy Musayev və Mövlüd Yarahmədov. Demək, mənim həmkarım olub, bir yerdə işləmişik, onlar Ədəbiyyat İnstitutunda, əl yazmalarda yox, Akademiyanın Ədəbiyyat İnstitutunda işləyiblər. Bəli, Ədəbiyyat İnstitutu. Və onlar çox yaxşı insanlar, çox yaxşı tədqiqatçılar idilər. Və öz işlərində ləzgi dilində olan ədəbiyyata xüsusi yer verirdilər. Bax, mən ədəbiyyat... Hətta bir neçə kitabları da Bakıda çap olundu. Dağıstan və Azərbaycan ədəbi əlaqələri haqqında, yetim emin haqqında, Dağıstan təhfələri. Mən olmuşam, Kiçikbəyin dəvəti ilə orada olmuşam. Çünki mən onunla hələ Moskvada aspiranturada olanda tanış idim. Onların fəaliyyəti ilə yaxşı tanışam. Sadəcə demək istəyirəm ki, bizim Ədəbiyyat İnstitutunda dünya xalqları ədəbiyyatı, ədəbi əlaqələr və bizim Azərbaycan ədəbiyyatının müxtəlif dillərdə rəvan müəllim öyrənilməsi məsələsi olub və onunla məşğul olurlar və onu davam etdirmək olar, ona əsas var
və beləliklə bax nəticə budur. Bax Eyvaz müəllimin poeziyası səslənir və orada ifadə edilən məzmun bizi çox rahatdır, xoşdur. Bax budur Azərbaycan modeli, multikulturalizmin dünyadakı şöhrət tapır və yayılır. Onun qiyməti və bundadır. Real multikulturalizmin demək o dildə səslənən poeziya misalında bax görürük. Mən Eyvaz müəllim sizə uğurlar arzulayıram və çalışaraq ki bizim Talış icmasında hətta çıxıb bir neçə kitab yalnız Talış dili şairlərinin yox, yəni bütün Azərbaycanda yaşayan xalqların əsərləri, şeirləri xüsusilə tərcümə olunmuş Talış dilinə. Ona xüsusi yer veririk və bunu davam etdirəcəyik. İnşallah sizin əsərləriniz orada öz əksini tapacaq. Sizə uğurlar arzulayırıq, daha yaxın olacaq, bir yerdə işləyəcəyik. Sağ olun. Çox sağ ol, İmamverdi müəllim. Mən yenə də zala müraciət edirəm. Demək sözü kiminsə qalmayıbsa, biz Eyvaz müəllimə söz verməmişdən qabaq mən Roza xanımdan xahiş eləmək istərdim. Mümkünsə Roza xanım bir yüngül akapella. Olmasa olmaz. Suvar ansamblının solisti. Roza xanım Hacı Muradova Suvar Ləzgi ansamblının solistidir. Azərbaycan Dövlət Radiosunda Ləzgi dilində verilişlərin aparıcısıdır. Çox qədim bir xalq mahnısı oxumaq istəyirəm. Mən düşünürəm ki, həmin xalq mahnılarının da onu birinci dəfə deyən də hansısa bir müəllifi olub. Yəqin o da Eyvaz müəllim kimi mükəmməl bir şairdən gəlib. Yəqin o mahnıların sözləri də. Çünki qədim xalq mahnılarında çox dərin fəlsəfə var. Heyf ki, siz başa düşmürsünüz. Olmur. Naxamushi vaca domir, vaca vayadı qaydiyay, navi derderi saza qaymir yar şirin, zunvalayni qaydiya yar şirin. Ah seharini samburdin vayt, il ahaydalı hülüzü fiday, sir sada vur yara kurla yar şirin, zon içiler ay çilizi fida yar şirin. Nəni xana aqanara ziçəxi vaxt zelalama, nəni xana aqanara ziçəxi vaxt zelalama, ona qonay bala zerçiğil qada gila analı bala gelalama, ona qonay bala zerçiğil qada gila analı bala gelalama, qaçı və qəlçi qalamaz bundaqlar izə qıcayar, qaçı və qəlçi qalamaz bundaqlar izə qıcayar. Zibuba dizbala, qelqədaydı yaqada, adav yavaş bala, egecayar. Zibuba dizbala, qelqədaydı yaqada, adav yavaş bala, egecayar, 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 egecayar. Ramazan Əliyev mühəndisdir. Qəbələ rayonunun Qəmərvan kəndidir. Metak şirkətinin baş mühəndisidir. Ləzgi Samur Ləzgi Mədəniyyət Mərkəzinin aktiv üzvlərindəndir. Çox sağ olun təqdimata görə. Kamran, biz mühəndislər həmişə dəmirlə, daşla əlləşirik.
belə məclislər bizim üçün bir tapıntıdır. Çox sağ ol dəvət elədiyiniz üçün. Eyvazla tələbə yoldaşı olmuşuq, tələbə vaxtımdan tanışıq. Daimi oxucusuyam. Sevə-sevə oxuyuram. Çıxış edib vaxtınızı almaq fikrim yox idi. Amma Roza xanım mahnısından sonra məndə bir sual yandı ki, niyə Eyvaz müəllimin sözlərinə bir mahnı oxumasın Roza xanım? Bunun üzərində işləmək lazımdır. Var elə mahnılar. Prosta bu format həmin formata düz gəlmir deyə biz onu daxil eləmədik. Allahın köməyi Qusarda bu kitabın təqdimatı olanda mahnılar da olacaq. Nənəmin sözləri də oxuyurdu Roza xanım. Demirdir, nənələrimizdən gəlir. Bir də təşkilatçılara təşəkkür eləmək istəyirəm. Biz tələbə yoldaşları yığışanda həmişə bu mövzu danışırıq. Dünyada Azərbaycan modeli dünyada həqiqətən də nümunə göstərəcək bir modeldir. Burada bir yaxşı sözümüz var bizim öz aramızda. Deyir ki, Azərbaycan bir qartala bənzəyir, sarkın adı ləzgilər, soluqan talışlardır. Doğrudan da Azərbaycanın gözəlliyi bu çox millətlilikdir. Çox millətlərin, bütün millətlərin bu formada təmsil olunmasıdır. Təşəkkür edirəm, dərin minnətdarlığımı bildirirəm. Eyvaz, kitabların davamlı olsun, təbrik edirəm, uğurlar. Çox sağ olun. Eyvaz müəllimi söz verməzdən qabaq, Rəvan müəllim, Ramil müəllim, mən bir şey də demək istəyirəm. Sizə birinci növbədə çox sağ ol deyib minnətdarlığımı bildirirəm ki, belə bir kitabı əlsiyə gətirmişsiniz və bir məclisi təşkil eləmişsiniz. Mən istərdim ki, bu davam etsin, gələcəkdə də olsun və mən bir şeyə diqqətinizi yönlənmək istəyirəm. Gülbəz xanım filologiya elmləri namizədi olmaqla bərabər həm də bizdə ləzgi dilində çıxan yeganə bir jurnalın baş redaktoru olub. Həmin jurnal maliyyə çətinliklər ucbatından indi dayanıb, çap olunmur. Mən istərdim ki, ona maliyyə yardımı kömək edib, onu çapını bərpa etsəydik, yaxşı olardı. Buna görə sizin köməyinizə ehtiyacımız var. Bəli, olsa lap yaxşı olar. Alam jurnalı. Alam demək, çıraq jurnalı. Çıraq. Alam jurnalı üstündə çıxır, ləzgi dilində çıxan çıraq jurnalıdır. Sən istifadə edirsən, ha ki, orada. İndi də sizin icazənizlə sözü Eyvaz müəllim özünə verək. Eyvaz müəllim, buyur. Hörmətli qonaqlar, əziz dostlar, mən hamınızı bağrıma basıram, var oluruz deyirəm. Bugün mən özüm Azərbaycan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qonağı olsam da mənə elə gəlir ki, siz hamınız mənim qonaqlarsınız. Ona görə Ləzgilər qonaq gələndə adlı bir şeirim vardı. Ləzgiyə qonaq gələndə Künə turay, rağa turay, öka turay qolisçi, kügelərə qurbandır, dərəxa turay qolisçi, atay cəhuz qoliz muhmanır, ikə qaydə lezgidi, Kürez qolin varar, ikə qaydə lezgidi. Künə turay, rağa turay, öka turay qolisçi, kügelərə qurbandır da, rəxa turay qolisçi, aşkı avaz axab belə şal xuday meçə rizqi, Kürez vini ilə əsul arday, aça arday olar rizqi. Ləzgiyə qonaq gələndə dedik ki, siz gələsiniz, sizin addımınızla, arxanızla evimizə günəş gəlsin, bərəkət gəlsin. Elə qəlbimə də elə sizlə baxım, bu gözəl məclislə bir yerdə qəlbimə bir günəş gəlsin, bir Allah gəlsin, o da əlbəttə təmiz yerə girir, inşallah. Və mən hər birinizin zəhmətinizə hörmətlə yanaşıram. Əlbəttə sevinirəm ki, üzümə bir kənd müəlliminin deyək, bir Ucqar kənd məktəbində işləyən bir müəllimin üzünə belə gözəl qapı açılıb, bu Azərbaycanımızın, bu hamınızın mənə qarşı diqqəti, dilimə, elmə qarşı diqqəti və hörmətidir. Allah sizin hamınızın üzünə haqqın qapısını açsın. O qapı ki, o qapıdan haqdan pay gələnlər, haqdan hay gələnlərin, ləzgi dilində desək, haqdan çay gələnlərin, alov, ifid, istilik gələnlərin üzünə açılır. Mənim tələbəliyim 92-ci illərin əvvəllərinə təsadüf olunub, Azərbaycanın ən qaynar illərinə. Mən Pedaqoji Universitetin Riyaziyyat Fakültəsində oxuyanda, o vaxt rektorumuz rəhmətli Rəfat Qurbanov idi, böyük dilçi, filolog.
Allah rəhmət eləsin kişiyə. O vaxt hər həftənin 5-ci günü Pedaqoji Universitetin akt zalında Azərbaycan ədəbiyyatının dahi şairləri ilə görüşlər olardı. Və Riyaziyyat Fakültəsindən Xəqani Həbibbəyli var, Kəlbəcərli şair. Xəqani müəllim, mən, bir də Vəli Musayev var, professor Borçalıdan. Biz 3 nəfər mütləq Riyaziyyat Fakültəsindən orada olurduq, qalan 90% Filologiya Fakültəsi olar. Böyük Zəlimxan Yaqubu, böyük Dahi Bəxtiyar Vahabzadəni, Kələntərini, ən çox sevdiyim Hüseyn Arifi, Qabili, mən orada nəfəslə onlarla şairi Nəriman Əsənzadəni, mən nəfəs-nəfəsə üz-üzə dinləmişəm onları. Onlardan, ədəbiyyatdan əlbəttə çox götürmüşəm. Bizim gözəl şairimiz vardı Azərbaycan ədəbiyyatında. Apidə dərs deyən o vaxtlar Oqtay Rza. Mənim gözəl dostum idi, gənc qələmlər aparardı. Düzdür, mən ləzgiz şeir yazırdım, amma müzakirələrdə yaxşı idi, dilim yaxşı idi, müzakirələrdə dalaşardıq, uşaqlarla mühasirələr eləyərdik, müzakirə eləyərdik. Məni görən kimi uzaqdan başlayırdı, Coğrafiya Fakültəsi əsas binadan biraz aralı idi. Məni görən kimi qışqırardı, qusar, qusar, necə susar, ürək sən tək diyarda, Zeynəddinin doğulduğu gözəl görşək diyarda. Allah rəhmət eləsin, Oqtay müəllimə. Yəni, mənə xeyir dua verən, ruhlandıran bütün ustadlara, yaşayanlara can sağlığı versin. Rəhmətə gedənlərə Allah rəhmət eləsin. Və Samur qəzetinin 1-ci nömrəsində mənim ana dilim şeirim çıxanda Oqtay Rza mənə Günəşlə birgə adlı bir kitab bağışlamışdı. Üstündə də belə yazmışdı. Eyvaz Teymuroğlu mərd tələbəmiz hər yeni uğurun ruh verir bizə. Həyatda, sənətdə saldıqca yol iz ucala şah dağa bənzər. Yəni mənim haqqımda deyilən bu sözlər, bu fikirlər məni həmişə ruhlandırıb, həmişə istiqamət verib. Dahi Kələntərli bir gün mənə zəng elədi və Ruslan Şeydayevin telefonundan, Ləzgi radiondan zəng elədi. Mən, alo, birdən görüm Kələntər mənim danışır. Bir dəli titrəmə tutdu məni, mən cavan uşaq idim, 25-23 yaşında artıq müəllim işləyirdim. Kim danışan Kələntər. Kələntər müəllim mənə elə sözlər dedi ki, bala, sən poeziyaya gəlmirsən. Ancaq poeziyaya gəlmək igidlik deyil, poeziyada qalmaq igidlikdir. Sonra ikinci tərəfi vardı ki, mən bir yarım saat söhbət edir. Bax, poeziya, şeirdə yaltaqlanmaq, ritmaya düşür, poeziyaya düşmür. Elə şeylər danışdık. O sözlər həyatından çıxmır, Allah rəhmət eləsin kişiyə. Bir dəfə də məni uzun müddət silkələyən bir hadisə oldu. Əslən Qusar rayonunun Sudur kəndindən olan Bayram Səlimov bir məclisdə mən şeir deyəndə durdu ayağa ki, ya bala, muhin vadə zaz teçir. Mən dedim ki, naqa deyilmə, Çexi şairi rəxım risir. Vah! Dedi ki, sən hardan gəlmirsən ki, mən səni tanımıram. Mən deyirəm, ha böyük şair, bu danışığımın sirri torpaqdandır, torpaqdan gəlmişəm. Allah rəhmət eləsin. Bütün bu mənim haqqımda deyilən fikirlər, bugünkü məclis məni təzədən ruhlandırdı. Və mən sevinirəm və mənim dövlətimə, Azərbaycan dövlətimə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin komandasına, onun rəhbərliyinə, Samur Ləzgi Mədəniyyət Mərkəzinin başda Əmirən müəllim olmaqla gözəl kollektivinə, həm də gəlişinizlə bir şair ürəyini yox, bir şair dünyasını isitmiş hamınıza təşəkkür edirəm, hamınızı alqışlayıram. Azərbaycanın gözəlliyi onun çox millətliyindədir. Bizim qrupamızda Riyaziyyat Fakültəsində Qusardan tələbə çox olardı. Bizim qrupamızda 3 nəfər ləzgi tələbə vardı, 1-2 nəfər tanış tələbə var. Yəni, o gözəl bir model vardı və mən ona görə talış dilində də bir xeyli söz bilirəm. Və müəllimlə danışdım, necəsiz, çikuş,
iştinəm kikə. Həm də cavanlıqda öyrənədilər Mutluluk bir də mən səni sevirəm, onu ham bilirdi. Yəni Azərbaycanın gözəlliyi onun çox millətliyindədir. Və mən də fəxr edirəm ki, Azərbaycan vətəndaşıyam. Mən Azərbaycan şairiyəm. Azərbaycanda yaşayan, ləzgi dilində yaradan şairəm. Azərbaycan dili mənim dövlət dilimdir. Ləzgi dili isə mənim ana dilimdir. Mən əlbəttə dövlət dilimi də, ana dilimi də çox sevirəm. Multikulturizm bizi ayırmır, bizi millətlərə parçalamır. Necə deyərlər, gözəl bir Azərbaycan moderni yaradır. Ona görə mən sizə hamınıza təşəkkür edirəm. Poeziya Allah ucalığında olsa da, şairlik insanlıqdan yüksəkdə olmur. Çünki şair yaratdığı şeirlərində yaşayır. Vallahi Gülbəs xanım, hər şeirin də bir alın yazısı var. Hər şeirin bir alın yazısı, bir qisməti var. Ona görə amma insanlıq həmişə şairlikdən yüksəkdə durur. Dahi Bəxtiyar Vahabzadənin bir sözü vardı. Şair Bəxtiyar, alim Bəxtiyarı, şair Bəxtiyar qatlayıb dizinin altına qoyar. Ona görə ya şiir qaludnaç, ya qaf qaludnaç, ya jigir qaludnaç, ya çaf qaludnaç, sadranerik elay insaf qaludnaç, abur hüdəza, teh qelq qaçurayca uz çilelay, insan val qaqan ya şair vilelay, uz rizqi düna, rühd vilelay, xatur hüdəza, irek aşqili hurqunaq digana, İrəqi halal val Allah digana, qaltam rizancur arzi ah dikana, sabur xüdəza, masadi eyvazan qani bilin kim, juvan şah damar yazı çingir düşsim, rik təxvəy, rik xüytovu, rik təxvəy dünyada, xayi çala, kim, zinur xüdəza, Allah daşsın şelek və diz, i dünya din yepinal, Allah daşsın vudələğiz zamana deyir binal. Niyət havaşsa züvürdin qul pinikay qalq iday. Eqat yana pinekana ya taxvarna al iday. Ya xvarni qansa başsaz. Xayiçiliz ebluhuz. İlahuzna hiqapazda akatayda xebluhuz. Çin quzqanda, quzqanda, nur quzqandarik eriz. Tek şerlikay kiçedazaz datıra çivək eriz. Mişit torsi übül Rabbun, bara çetin qolaq ya, Allah naçun şərdi kayxıq, və qudratlar calaq ya. Mən bu təzə kitabıma Azərbaycan dilindən bir neçə böyük dahi şairin, ən çox sevdiyim şairlərin, ruhuma ən çox yaxın olan bir neçə şairin əsərinin ləzgi dilində tərcüməsində salmışam. Onlardan biri mən bayaqdan zəng edir. Mənim gözəl dostum şair Ramiz Qusarşanidir. Ramiz müəllimi də salamlayırıq. Onun şeirlərindən ən qəşəng şeiri, ilk gənclik şeiri Bənövşə, qurudub göndərmə Bənövşələri. Bir şeiri var, ruhuma nəsə çox yaxın gəldi. Onun biraz Azərbaycanca uzun şeirdir, ona görə həm də ləzgicə. Kəs bu şairin dədadına baxaq. Baxaq sözlərində diş yeri varmı? Yoxuşlar öpübmü ayaqlarını? Baxaq dizlərində daş yeri varmı? Tukub şair bir datik yatakvan, Gafar al sararin, qel alatakvan, Güneyrik oçariz temengan vata, Meter al qonarin gel alatakvan. Baxaq gözlərində yaş yeri varmı? Axıb şumlayırmı yanaqlarını, aldada bilirmi uşaqlarını, baxaq bir yavanlıq iş yeri varmı, sezibmi vicdanın qınaqlarını, baxaq üzlərində kaş yeri varmı, qıqel cancan avatatqül stalri, viler naqvarin sel avatakon, akadriz cezvatakba bayaldık il, sakap rizqi qiday mel avatakon, vicdan de ahmurar hik agatnata, Kiligin patarik, vil galatakvan, Tukub şairdin, datik yatakvan, Kiligin şiirdin rikevuş ava, Kəs bu şairin dədadına baxaq, Baxaq bir şeirinin içində nə var, Varsa nələr çəkir orada Qarabağ, Baxaq Kəlbəcərdə Laşında nə var,
qəm qatıb, qəm səpib könül varına, Şuşa həsrəti ilə yazırmı yenə, boylanıb nazirin villalarına, qafiyə gəzmir vətən şeirinə, 100 dəfə ölsə də şahlar, əmirlər, şairlər bir dəfə ölməyə güc saxlayırlar. Tukuk şairdin, datik yadakvan, Kiligin şairdin, rike uç hava, Akon Qarabağdı uçsava ana, Telbecer Laçındin nike uç hava, Gam kutos alaxiz dünya dizrexi, Şuşadin talar kay kiz matamat, Vilvihiz naziri, villarexçehi, Vatan dehalar kay kiz matamat. Böyük salam olsun buradan Qusarçaylıya, eşq olsun Ramiz müəllim. Siz lap gəlsəydiniz, lap yaxşı olardı. Və mən Cabir Nouruzu nəfəs-nəfəsə dinləmiş, onun bir gözəl şeiri var, insanlara vaxtında qiymət verək. O şeirdən bir parçanın ələzgi dilində, bir arzum var ay adamlar, qoyun deyin, sağlığında qiymət verin insanlara, yaxşılara sağlığında yaxşı deyin, sağlığında yaman deyin yamanlara. Murad havaya insanar, za köz luhun, can alamaz her insan dizviçin maskun, kısan buruz can alamaz kısan yala, can alamaz yaman buruz yaman yala, tek mi tek ha sağ vereda, her dazviçin mas çirkura incireda, Hind ayazzaz, düz texayet azı igafar, milyon ra mezakayız, zamatluhuz, can alamaz, Kwaskun kaynizaz şairler. Allah rəhmət eləsin Cabir Nouruza. Böyük şair, böyük insan idi. Və mənim bir qəşəng dostum var Qəbələdə. Qərib Hüseynov şair, yazıçılar birinin üzvüdür. O mənim sanki bütün əsərlərimi Azərbaycan dilinə tərcümə edib. Azərbaycan ədəbiyyatı böyük ədəbiyyatdır və böyük auditoriyaya təqdim edirik. Ona görə Qərib müəllimə buradan sağ ol deyirəm. Qərib müəllim, sızıltıya ağrı demə, Allah'ım her safal biz, ala burada yavud deyin, sızıltıya ağrı demə, ağrı hörmətdən düşməsin, yolumuzda güneş doğsun, heç qaranlıq tin düşməsin, sağ ol demək xoş olsa da salam vermək daha xoşdur, böyük kiçik, abur həya hissi bizdən gel düşməsin, ən çətini şeirimizi yalanlardan uzaq tutmaq, can sözünü elə de ki, ruhun nəzərdən düşməsin. Pul gəlməyən xəzinə tək, ev yoxa çıxar, öz dilini itirənin heç üstünə gün düşməsin. Dəvəsinin ayağına, daş dədəysə ötər karvan, qəriblikdə mən Eyvazın saçlarına dən düşməsin. Mən heç vaxt qəriblikdə ölmək, yaşamaq da istəmirəm. Ona görə deyirəm, alqışlayıram sizi. Qoy bu bizim kitabımız sonuncu kitabım olmasın. Azərbaycanda ləzgi dilində yazıb yaradan çox şairlərimiz var. Bizim Ağsaqqal Vaqif Müşkülü var. Bu 70-dən yaşı ötüb. Mən çox istəyərdim ki, həmin şairlərin də kitabları, yaradıcılıq gecələri bizim bu gözəl məkanın dəstəyi ilə, Azərbaycan dövlətimizin dəstəyi ilə çap olunsun, qoy hamı sevilsin, vətənimizdə heç vaxt müharibə olmasın, qoy bütün dünyada müharibə olmasın, bütün dünyadakı müharibələr dayansın, heç vaxt analar ağlamasın. Mən bütün analara, bütün gəncliyə müharibəsiz bir dünya arzulayıram. Bütün insanlar bir-biri ilə mehriban yaşasınlar. Sağ olun, ucalayıram sizi. Təşəkkür edirəm. Zəhmətinizi hala verirsiniz. Sağ olun. Eyvaz müəllim, çox sağ ol. Allah sizdən razı olsun. Mən yenə də Multikulturalizm Mərkəzinin rəhbərliyinə və bütün kollektivinə çox sağ ol deyirəm, minnətdarlığımı bildirirəm. Eyvaz müəllimdən sonra yaxın ki, söz demək istəyən daha olmayacaq. Ona görə də biz hamıya, iştirak edənlərə çox sağ ol deyib, bizim bugünkü məclisimizi bağlı elan edirik və sizdən Allah razı olsun. Sağ olun. Kitabları götürə bilərsiniz. Sağ olun.
Müzik